Çinin Peyki Cənubi Çin dənizində qəza görüntüləri qeydə alıb. Xarici kütləvi informasiya vasitələrinin məlumatına görə dənizə düşən nəhəng cisim Peykdən çəkilib. Çinin Elmlər Akademiyası görüntülərini neçə gündür ki, axtarılan Boeing 777-yə aid ola biləcəyini açıqlayıb. Peyk görüntülərində cisim dənizə düşdükdən sonra dənizin üstündə 3 böyük hissə görünüb. Çin hökumətinin açıqlamasından sonra bölgəyə İndoneziya dəniz qüvvələrinin araşdırma gəmiləri göndərilib. Qeyd edək ki, martın 8-nə keçən gecə Malayziya vaxtı ilə saat 02:40 radələrində Malaysian Airlines şirkətinə məxsus Boeing 777 sərnişin təyyarəsi Vyetnam üzərində radarların ekranlarından itib. Məlumata görə təyyarənin göyərtəsində 13 ölkənin vətəndaşı olub. Çin kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə Malayziyanın Kuala Lumpur şəhərindən Pekinə uçan göyərtəsində 227 sərnişin və 12 heyət üzvü olan təyyarə Liner Çin sərhədlərini keçməmiş, onunla əlaqə Vyetnam üzərində kəsilib. Göyərtəsində 239 nəfərlə itən sərnişin təyyarəsinin yoxa çıxması ilə bağlı indiyə kimi bir neçə variant irəli sürülüb. Çin mediasında yayılan xəbərlərdə deyilir ki, təyyarədəki sərnişinlərdən bəzilərinə qohumları tərəfindən zəng edildikdə zəng çatır, lakin cavab verən olmur. Çin Dövlət Televiziyası isə sərnişinlərdən birinin bacısının canlı yayında qardaşının telefonuna zəng edərkən çəkilən görüntüləri yayımlayıb. Singapurun The Straits Times qəzetində də bir çox sərnişin yaxınlarının bənzər müraciətlərlə hava yolu şirkətini məlumatlandırdığı bildirilib. Könül Rasim qızı, Vizyon TV.